Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəhsimiz Quranda Allah-şünaslılıqla bağlıdır. Biz gəlib bu mövzuya çatdıq ki, Qur'an-ı Kərimdən Allah Təbarək və Teala'nın uluhiyyətdə tövhidini çıxarış edə bilərik, yoxsa yox? Qeyd etdik ki, bəli, bəzi ayələr Allah Təbarək və Teala'nın yeganə pərəstişə layiq olduğunu sübut edən ayələr vardır. Biz iki dənə ayəyə işarə etdik, Ənbiya surəsində olan ayəyə və Müminin surəsindəki olan ayəyə. İndi isə digər ayələrə qısa şəkildə işarə edirik və bu bəhsi bugünkü dərsimizdə yekunlaşdıracaq. Digər ayələr ki, Allah Təbarək və Teala'nın yeganə məbud olduğunu sübut edir, bu ayələrdir. Bəqərə surəsinin 163 və 164-cü ayələrindədir. Əvvəl buyurur ki, və ilahukum ilahun vahid. Sizin ilahınız, məbudunuz bir dənədir. Ki, la ilahə illahu, ondan başqa Allah yoxdur, məbud yoxdur. Ər-Rahmanir-Rahim, Rəhmandır və Rəhimdir. Bəqərə surəsinin əlbəttə bu 163-cü ayəsidir. La ilahə illahu, yəni həmən dediyimiz məsələ ki, ondan başqa məbud yoxdur. Digər ayə nəzər salaq, bu da elə Bəqərə surəsindədir, 164-dədir. Ondan sonraki ayədə. Buyurur ki, innə, ümumi bəhsə işarə edir, həmən o məsələdir ki, Əllamə Misbah Yəzdi buyurdu. Ənbiya surəsinin 22-ci ayəsində ki, bu aləmdə vahid bir nizam, intizam var. Bu aləmin Rəbbi bir dənə olmalıdır. Və ona görə də əgər iki dənə olsaydı, aləm dağılardı, məhv olardı. İnnə fi xalqis səmavati vəl-ərd. Göylər neçə dənə məsələyə işarə edir? Göylərin və yerin yaranmasında. Vaxtilafil leyl və-nəhər. Və gecə ilə gündüzün bir-birini əvəz etməsində, gəlib getməsində. Vəl-fulkilləti təcri fil-bəhr. Və dənizdə üzən, o hərəkət edən gəmilərdə. Əlbəttə bilirsiniz də, əvvəllər gəmilər küləklərlə hərəkət edirdi. İndi də xüsusi bir, deyək ki, aparatlarla, xüsusi bir cihazlarla hərəkət edir. Amma yenə də vahid nizam var orada. İşarə edəcəyik inşallah. Bimə yənfa'un nəsə ki, bununla insanlara fayda verilir də. Və mə ənzəlallahu minəs-səma. Bunlar hamısı ona bağlıdır. Yəni bunlarda nədə? Allah Təbarək və Teala'nın göydən nazil etdiyində, hələ demir nə var? Bu, əgər qrammatik dillə danışsaq, bu xəbərdir, əvvələ keçib, mübtədası sonradır. Və ənzələ minəs-səmai min məin. Yəni göydən nazil olan suda. Fəəhyə bihil arda bə'də məvtihə. Ki, Allah Təbarək və Teala o su vasitəsilə yer öldükdən sonra yeri neynir? Dirildir. Və bəthə fiyhə min kulli dəbbətin və təsrifir riyah. Və Allah Təbarək və Teala nə edir? Dabbəni, canlıları yayır və küləkləri itələyir, təsrif. Və səhabil müsəxxər və buludlar ki, ram olunub göylərdən və yerin arasında. Bunların hamısında bu deyilənlərin ki, nə qədər məsələyə işarə olundu. Ləəyətin liqavmin yaqilun. Düşünən qovm üçün, tayfə üçün nə var? Nişanə var. Deməli, innənin, əgər dəqiq danışsaq, innənin xəbəri fi xalqis səmavatdır ki, əslində xəbər edində olub innənin xəbəri. Ləəyətindəki innənin ismidir, elə ona görə də əyətin gəlib. Buradan bu ayə barəsində çox danışmaq olar, gözəl bəhslərdir. Amma yenə də həmən dediyimiz məsələyə işarə edir ki, siz bu aləmə nəzər salsanız, küləklə digər varlıqlar arasında bir rabitə var. Yağışla yerdə olan varlıqlar arasında bir rabitə var. Bunlar bir-birləri ilə sıx bağlıdırlar. Bir-birlərinə təsir edirlər, təsiri qəbul edirlər. Və özünüz də bilirsiniz ki, bu aləmdə olan nizam-intizam məsələsi
bəzi alimləri o qədər təəccübləndirib ki, hətta bəziləri deyirlər, bu aləmdə əgər millimetrdən də aşağı 1 millimetr yox, 1 millimetrin neçə ki, onlar xüsusi bölgüləri var da, biraz o tərəf bu tərəfə olaydı bu aləm, bu kainat, bu nizam, bu sistem, bu aləm dağlardı. Məsələn, deyək ki, günəşlə yer kürəsinin arasında olan o fasilə, məsafə. Əgər biraz o tərəf bu tərəf olsaydı, dağlardı. Nizam, intizam var bu aləmdə, xüsusi bir nizam, intizam var. Bu xüsusi bir nizam, intizam nəyi tələb edir? Ki, bu aləmin bir dənə Rəbbi var, bir dənə idarə edəni var. Əgər bir dənə idarə edəni varsa, o zaman bu aləmin bir dənə məbudu olmalıdır. Ona görə buyurur ki, və ilahukum ilahun vahid. Sizin məbudunuz bir dənədir. La ilahə illahu. Ondan başqa Allah yoxdur. Bunu sübut etmək üçün rububiyyətdə tövhiddən istifadə edir. Ki, nə üçün məbudunuz bir dənədir? Çünki bu aləmi idarə edən bir dənədir. Sizi, bu aləmi hamısını idarə edən varlıq bir dənədir. Rəbb bir dənədir. Təkvini Rəbbə işarə edir. Və buna görə də siz Allah Təbarək və Teala'ya yalnız ona ibadət etməlisiniz. Bundan əlavə, bu ayələr ki biz dedik, bundan əlavə digər ayələr də var bu barədə. Məsələn, bu ayəyə baxaq, deyir ki, قُلْ لَوْ كَانَ مَعَهُ آلِهَةٌ. Əgər Allah Təbarək və Teala'dan başqa savayı alihə olsaydı, yəni onunla bircə deyir, mə'ahu, yəni onunla bircə Allah olsaydı, kəma yəqulun, onların dediyi kimi, İzən ləbtəğəv ilə zil arşi səbilə. O zaman yenə də həmən problem qarşıya gələrdi. Bu ayə hardadır? İsra surəsinin 42-ci ayəsi. Bəziləri, məsələn, Həzrəti İbrahim əleyhissalam ki, orada dedi, ilahi, bu mənim Rəbbimdir, bu daha, bilirsiniz də əvvəl ulduzları gördü, dedi ki, bu mənim Rəbbimdir. Batandan sonra dedi, yox, mən bunu istəmirəm. Daha sonra ayı gördü, dedi, bu biraz nisbətən böyükdür, bu mənim Rəbbimdir. Batdı, dedi, yox, bunu da istəmirəm. Elə ki, günəşi gördü, dedi, bu daha böyükdür. Bu mənim Rəbbimdir. Batandan sonra dedi ki, mən batanları, yox olanları sevmirəm. Bu ayədən də istifadə etmək olar übudiyyətdə, uluhiyyətdə tövhidi. Burada incə bir fərq var alimlər arasında. Buna qısa şəkildə işarə edin, bu bəhsimizi yekunlaşdıraq. Molla Sədraya görə, mərhum Molla Sədra ki, böyük İslam filosoflarındandır. Ona görə bu ayələr, Həzrəti İbrahimlə bağlı olan bu ayələr Allah Təbarək və Teala'nın varlığını sübut edir. Yəni, Həzrəti İbrahim əleyhissalam bu işləri ilə, bu sualları ilə, bu gördüyü işlərlə ki, qarşı tərəfə göstərirdi, ətrafında olanlara, istəyirdi Allahın varlığını sübut eləsin. Amma bəzilərinə görə, məsələn, Əllamə Təbatəbai, elə Ayətullah mərhum Misbah Yəzdi, Ayətullah Cavadi Amili və digər alimlərə görə xeyr, Allah Təbarək və Teala'nın varlığını sübut etməyə çalışmırdı. Allah Təbarək və Teala'nın yeganə Rəbb olduğunu sübut etməyə çalışırdı. Onlar Allah Təbarək və Teala'nın varlığını qəbul edirdilər. Sadəcə bütləri müstəqil bilirdilər bu Rəbb olmaqda. Elə düşünürdülər ki, Allahsız bunlar müstəqil iş görə bilər. Problem buradaydı. Necə ki, Məkkə müşriklərində də bu problem var idi. Bu qədər inşallah növbəti dərsimizdə maraqlı bir mövzuya keçid alacağıq. Çünki kəlam kitablarında çox deyilir. Ona görə məcburuq bu bəhsləri edək və Ayətullah Misbah Yəzdi də bu bəhsləri edib. Filosofların nəzərində tövhidin bölgüləri. Biz Qur'an-ı Kərim baxımından tövhidin bölgülərini dedik. Zəruri varlıqda tövhid, xaliqiyyətdə tövhid, rububiyyətdə tövhid, uluhiyyətdə tövhid, təvəkküldə, qorxuda və digər tövhidləri istəyirik filosofların baxımından və daha sonra ariflərin baxımından tövhidin növlərini siz əzizlərin xidmətinə çatdıraq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.